Yalan danışanlar iki hissədir. Böhtan atanlar iki hissədir. Töhmət atanlar iki hissədir. Bəziləri yalandan istifadə eləyir şəxsinə. Məsələn, yalan danışır, o yalandan bir şəxsi istifadəsi var. Bəzisi də şəxsi zat istifadəsi yoxdur, adət eləyir. Durduğu yerdə yalan danışır. Nə buna məsələn o yalandan bir qazanc yoxdur, nə yalandan buna bir xeyir yoxdur. Durduğu yerdə adət eləyib yalan danışmağa. Bu xəsarət dünya və axirətdir. Gənə o biriləri dünyada bir şey aparır, yalan danışır, bir şey qazanır. Ay bədbəxt, sən nə qazanırsan? Heç də. Səni kim məcbur eləyib bu yalan danışmağa? Və yaxud bəzi insan xislətində bu var, şərr atır. İndi o şərrdən buna bir zərrə qədər dünya xeyri ola da bilər, ümumiyyətlə olmaya da bilər. Xoşu gəlir ona buna palçıq atmağa, ona buna şübhə yaratmağa.